Dayə işlərindən bəhs etmək istəyirəm yoldaşlar mən sizə. Bir sıra dayə işlərindən. Misal üçün 3 gündən bir olan dayə işi də var. 25 manatlıq. Bu Bakıxanov qəsəbəsindədir. Qaraçıqor Neftçilər Qaraqara əvəzəsində yaşayanlar üçündür bu. Sonra uşaq bağçasında dayə işi var yoldaşlar. Həzrətulanovda uşaq bağçasına lazımdır. Rus dili biliyiniz olmalıdır. Sonra 700 manatlıq dayə işi də var yoldaşlar. 700-800 manatlıq. Bu 25-55 yaşlı şəxslər üçündür. Bu da Qaraqarəvdədir yoldaşlar. Sonra 700 manatlıq başqa bir variantı da olmalıdır dayənin. Bu da 8 yaşlı autizm problemi olan uşağa lazımdır. Binə qəsəbəsindədir bu da yoldaşlar. Bundan əlavə 500 manatlıq dayə işi də var. Yeri gəlsə, yəni 350 manatlıq dayə işləri də olur. Bu da Həzrətulanovdadır yoldaşlar. Bu isə ilk 2 ay 500, sonraki aylar 700 manat olan 35-50 yaşlı şəxslər üçündür. Xırda bəzi işlər də görəcəksiniz. Ev işləri, yemək pişirmək, paltar ütülənməsi. Sonra 500 manatlıq başqa versiyası da var xadimən, daha doğrusu dayənin. Yeni Yasamal qəsəbəsindədir. 8-in yarısından 8-in yarısına qədərdir. Yəni 12 saat işlədir. Oğlan uşağı da 1 yaş 2 aylıqdır. Həftənin 6 gün işlədir sizi. Sonra o 350 manatlıq olan variantdan da bəhs etmək istəyirəm. Bu da Hövsandadır yoldaşlar. 35-50 yaşlı uşaqlar üçündür. Uşağın 4 yaşı var. Belə bir işdir. Bu və bənzəri digər işlərlə də tanış olmaq istəyirəm. Və yaxud da bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə. Bir sözlə, iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun. Toğrulacavada kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.